Salam dəyərli tələbələr, hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. 3-cü səthi imtahanında düşmə ehtimalı yüksək olan bir sualla qarşınızdayıq. Bu sual situasiya sualıdır, yəni ki, 3 sual özündə ehtiva edir. Onu deyim ki, əgər vaxtınız yoxdursa, irəliyə verərək videonu birbaşa cavablarını əzbərləyə bilərsiniz. Yox, mən qəbulda özüm yazmaq istəyirəm deyirsinizsə, gəlin paralel olaraq başlayalım oxumağa. Bizə nə deyir? Aşağıdakı şəkildə o məntəqəsində yerləşən ekspres post ofisindən bağlamaların daşındığı məntəqələr, bu məntəqələr arasındakı yollar və onların uzunluğu verilmişdir. Bizim post məntəqəmiz yerləşir O məntəqəsində. Və O məntəqəsindən D məntəqəsinə, C məntəqəsinə, B-yə, H-a, G-yə müəyyən məsafədə yollarımız var. Misal üçün, O-dan D-yə qədər məsafəmiz 2 kilometrdir. G-dən H-a qədər məsafəmiz 4 kilometrdir. Ümid edirəm ki, bu hissə sizə aydındır. Gəlirim ikinci hissəyə. Ekspres post şirkəti kuryer işçisinə şəkildə göstərilmiş marşrut ilə bağlamanın daşındığı məntəqənin uzaqlığına və bağlamanın çəkisinə mütənasib şəkildə daşıdığı yükün getdiyi yola hasilindən 10 dəfə az olmaqla məvacib ödəyir. Oxuduq və heç nə başa düşmədik. Gəlin bu hissəni sizə açıq formada izah edim. Misal üçün, əlimizdə 100 kiloqram veş var. Biz kuryerə 100 kiloqramlıq veş veririk. Deyir ki, bu D məntəqəsinə çatmalıdır. Kuryer də qayıdıb deyir ki, mən 100 kiloqramı vururam getdiyim yola, yəni 2 kilometrə, edir 200. Bunu da bölürəm 10-a, bərabər 20 manat. Deyir ki, mən səndən 100 kiloqram veş qarşılığında 20 manat pul alacağam. Yəni çəkini götürür, vurur getdiyi yola, bölür ona. Bu da onun alacağı məvacibdir. Belə. Ümid edirəm ki, bu hissəsi aydındır artıq. Keçək 93-cü sualın izahına. Ofisdə kuryerə ümumi çəkisi 100 kiloqram olan bağlamalar verildi və ona tapşırıldı ki, 20 kiloqramlıq bağlamanı D məntəqəsində, 40 kiloqramlıq bağlamanı C məntəqəsində, 30 kiloqramlıq bağlamanı B məntəqəsində təhvil versin. Sonuncusunu isə A məntəqəsinə çatdırsın. Bunun üçün kuryerə neçə manat pul ödənilməlidir? İlk olaraq başlayaq 100 kiloqramlıq veşin parçalanmasına. Baxın, 20 kiloqramını verir D məntəqəsinə. Sonra 40 kiloqramını verir C məntəqəsinə, 30 kiloqramını verir B məntəqəsinə. Etdi 90 kiloqram. Geriyə neçə kiloqram qaldı? 10 kiloqram. 10 kiloqramı isə çatdırır A məntəqəsinə. İndi gəlin D məntəqəsi üçün kuryer neçə manat pul olacaq, onu tapaq. D məntəqəsinə qədər O məntəqəsindən baxıram ki, neçə kilometr yol var? 2 kilometr. 20-ni vuram 2-yə, edir 40. 40-ı da bölürəm ona, bərabər 4 manat. Deyir ki, D məntəqəsinə qədər kuryer 4 manat pul alacaq. C məntəqəsinə isə O məntəqəsində 1 burada, 2 də burada. 3 kilometr yol var. 40-ı vuram 3-ə, edir 120. Bölürəm ona, bərabərdir 12. Demək, C məntəqəsinə qədər kuryer 12 manat alacaq. B məntəqəsinə qədər, təbii ki, söhbət O məntəqəsindən gedir. 1, 2, 2. Cəmi 5 kilometr yol var. Götürürəm 30-u vururam 5-ə, edir 150. Bölürəm ona, bərabərdir 15 manat. Son olaraq A məntəqəsini tapmalıyıq. Demək olar elə bunun kilit nöqtəsi A məntəqəsidir. Bax, kuryer gəldi B məntəqəsinə qədər. 5 kilometr getdi. İndi B məntəqəsinə veşi verəndən sonra bu 2 kilometr geriyə qayıdır. 5-in üzərinə 2 gəlirəm, edir 7. Və 1 kilometr də A məntəqəsinə əlavə olaraq gedir, olur 8 kilometr. Demək ki, kuryer A məntəqəsinə getmək üçün 8 kilometr məsafə qət edir. Onu vururam 8-ə 80, bölürəm ona, bərabərdir 8 manat. 8 manata A məntəqəsinə gedib çatdı və aldı. Və ümumilikdə 4-dən 12 cəmi 16, üzərinə 15 gəlirəm, 31, 8 də burada 39 manat. Totalda 39 manat kuryer məvacib alacaq. Cavabımız olur Y variantı. Gəlirəm 94-cü suala. Bu da çox yaxşı bir sualdır. Eyni çəkili bağlamalarla ofisdən çıxan kuryer onların yarısını D məntəqəsində, qalan bağlamaların yarısını C məntəqəsinə təhvil verdikdən sonra yerdə qalanını B məntəqəsinə çatdırır. Kuryerə bunun üçün 24 manat ödənildi. Kuryer ofisdən neçə kiloqram yüklə çıxmışdır? İlk olaraq buranı təmizləyək. Kuryerin ofisdən neçə kiloqram yüklə çıxdığı məlum deyil. Olur x kiloqram. Deyir ki, bunun yarısını, yəni ki, 0,5x-ni verir harda? Sərgəli yazaq, 0,5x-ni D məntəqəsinə. Geriyə nə qalır? 0,5x qədər bir veşimiz qalır. Onun yarısını isə C məntəqəsinə verir. 0,5x-in yarısı edir 0,25x. Bunu verir C məntəqəsinə. Qalanını isə, yəni ki, 0,25x-ni isə verir B məntəqəsinə. Bu bizdə nə oldu? Miqdar oldu. Bəs getdiyi yol nə qədərdir? Ona baxaq. Baxıram ki, D məntəqəsinə qədər 2 kilometr var. 0,5x-i vururam 2-yə, edir x.
Bölürəm ona. Deyirəm ki, x bölünsün 10 bizdə. D məntəqəsinə çatanda kuryerin aldığı puldur. C məntəqəsinə qədər 3 kilometr var. Onda 0,25x vururam 3'ə, edir 0,75x. Bunu da bölürəm ona, olur C məntəqəsinə çatanda aldığı pul. B məntəqəsinə qədər isə 5 kilometr məsafə var idi. 0,25x vururam 5'ə, edir 1,25x. Bölürəm ona, bu da olur B məntəqəsinə çatanda aldığı pul. Bunların toplamı nə qədər edir? Yəni x bölünsün 10, 0,25x bölünsün 10, bir də 1,25x bölünsün 10. Buradan yazıram. X üzərinə gəlsin 0,25, 75 daha doğrusu x. Çünki 0,25x vuranda 3'ə 0,75 etmişdi. Sadəcə mənim 2 ilə 7 bir-birinə oxşur deyə saç düşdü. Nəsə bunları toplayanda x 0,75x bir də 1,25x edir 3x. 3x bölürəm ona. Bərabər olur 24 manata. Çünki niyə? Deyir ki, totalda neçə manat alıb? 24 manat alıb. Bizdə də 100x bölünsün 10. Elə pul idi da. Aldığı pulun miqdarı idi. D məntəqəsi, C məntəqəsi və B məntəqəsi üçün getdiyi yola görə aldığı pul idi. Buradan alıram. 3x bərabərdir 10 vurulsun 24. 240. X də bərabərdir 80-ə. Deyirəm ki, kuryer ofisdən çıxarkən 80 kiloqram yükdən çıxıbdır. Və 80'i bizə gəl, bölsək 10'a. D məntəqəsi üçün 8 manat. Sonra 0,75x bölünsün 10 deyil. Burada nə edə bilərik? 80 yazsaq bura. Bu getdi. 0'dan 0 getdi. Geriyə nə qaldı? 8 qaldı. 8 də buranı 0,75'ə nə qədər edir? Səhv etmirəmsə 6 edir. Buraya yazıram 6. Və 1,25'i 10'a bölüb vuranda 80'ə. Bu zaman 8'dən 0 getdi. Geri qaldı. 80'dən 10 getdi. Yəni ki 0'la getdi. 8'i 1,25'ə vuranda nə dedim bu hissədə? Boş verin buranı. Edir 10. Baxın 6, 18 cəm neçə etdi? 24 etdi. Bəli, deyirəm doğrudur. Kuryer ofisdən çıxarkən 80 kiloqram 5'dən çıxıb. Cavabımız olur A variantı. Son olaraq 95-ci suala baxaq. Ofisdən H məntəqəsinə 20 kiloqram çəkisi olan bağlama daşıyan kuryerə şirkət ən azı neçə manat ödəməlidir? Deməli, əlində var kuryerin 20 kiloqram 5. Buraya yazıram 20. Ofisdən, yəni ki, o məntəqəsindən H məntəqəsinə qədər bu 5'i çatdırmalıdır. Və ən azı nə qədər pul ödəməlidir, onu tapacağım. Burada H məntəqəsinə getmək üçün kuryer iki yoldan istifadə edə bilər. Bir F-dən keçərək H-a gedə bilər, bir də Y-dən keçərək H-a gedə bilər. Ən az dediyi üçün Y-nin üzərindən bir xətt çəkilir. Çünki niyə? Y-dən istifadə edərək H-a getsə, daha uzaq yol gedəcək. Bunu da çəkiyə vurub bölsək ona, daha çox məvacib edir. O zaman biz F məntəqəsini dəyərləndirməliyik. O-dan F-ə 1, F-dən G-yə 2, cəmiyyətdir 3, G-dən H-a da 4. 3-ün də üzərinə 4 gəlir 7. 7 kilometr vururam 20'yə, bölürəm ona. Bu da edir 14 manat. Deyirəm ki, kuryerə ən azı 14 manat pul ödənilməlidir. Cavabımız olur Y variantı. Bu qədər sadə.